güya tovuq kebabıdır. Duzluluğundan yemək olmur. Zakkatum. Doğru hələ bir ki su. Heç doğru demək olmaz buna. Bugün saray postunun yanında bir görüşüm var. Geldim, biraz tez geldim, düşdüm nahar vaxtına. Dedim görəsən harda burada belə nəsə duru bir yemək istədim də, bir normal bir ev yeməyi oxşar bir şey. Baxdım gördüm burada yaxınlıqda bax bu 50 qəpik var da, görürsüz də. Vallahi nə deyim, vaxt var idi bunlar açılanda çox belə, yəni mənim də bəyənirdim də bunları. Bunların bir filialı var idi Xətai metrosunun arxasında. Hətta inandırım sizə Özbək plovu üçün gedərdik ora çörək yeməyə də. Yəni hər şey belə bir normal, yəni yeməli, dadlı, tamlı idi də. İndi görəsən nöş bunlar bu günə düşdülər. Yəni giləsi döyür. Təsəvvür eləyin ki, bir dənə bibilə qarabaşaq aldım. Dedilər toyuq kebabı var. İndi çıxıb. Toyuq kebabı da ki, yəni ki sümük kebabı da, yəni ət deyilən şey indi demək olar ki orada yox idi. 50% konkret sümük idi. Sümüklük qalsın bir qırağa. Yəni ki o qədər duz vurmuşdular ona. Bu çoxlu duz vuranda da mənim artıq şübhəm yaranır o məhsulun, yəni təzə olmağına. Adətən duz, ədva vururlar ki məhsulun köhnə olmağını maskirovka eləmək üçün, gizlətmək üçün. Doğuğa, indi görəcəksiniz, çəkmişəm. Doğuğa hələ bir iki sudur. Dedim bir dənə isti götürün. Getdilər heç gənə də soyuq getirdilər. Sonra biri də göndərdim isti eləməyə. Amma ki açığı deyim heç tabiətim çatmadı, heç yeyə bilmədim bunu. Yəni qaytardım da, hamısı getdi. Canımızı yormayayım. Nəticədə bax o ibilə o qarabaşaq, sümük kebabı, bir də ki o yeyilməyən doğuğa 13 manat. Yəni siz təsəvvür eləyirsiniz. Ümumiyyətlə, yəni içərdən bayaq baxıram mən orada bunların vəziyyəti, işlədiyi şərait, adam iyrənir. Yəni qıraqdan baxırsam mənim nəsə iyrənməyim gəldi. Hətta bir dənə də məqama fikir verdim orada, dönər qoyublar orada. Onu çəkmişəm. Dönərin üstündəki ət yanmışdı da qapqara. Mən elə bildim onu kesib tullayarlar. Biraz keçdi üstündən, bunların aşpazı gəldi, elə bir ki, elə də lazımdır. O qaraları doğradı, qatdı o yerdə olana. Başladılar onu da püküb verməyə cəmaata. Yəni ki, sifarişlərə başladılar göndərməyə. Onu da bildirmək istəyirəm ki, indi həkimlər varsa, baxırlarsa mənə. Həkimlər çox gözəl bilir onu ki, zulal ki, yanır ha. Ən ziyanlı şeydir o, qaraciyər üçün, bir də böyrək üçün. Yəni ətdir, toyuqdur, balıqdır, fərqi yoxdur. O ki yandı ya, yanmış oldu. Hələ bir ki o zəhərdir. Vallahi məhtəl qaldım, mən açığı gözləməzdim. Mən bu 50 qəpikdə çoxdan da olmamışdım. Elə bilirdim ki, yəni nəsə heç olmasa burada yemək olar da. Qəti yeməlidir ha, qəti mən sizə deyim. Mən axırda indi o birisi videoları da qoyacağım. Dönəri də görəcəksiniz. Bax, toyuğu da görəcəksiniz. Çeki də qoyacağım ki, baxasınız. Yəni ki, zibil satırlar. Qiymət də ki, kəllə çarx. Maraqlı budur ki, yaxşı, bunlar belə. Dövlət qurumları hara baxır? Bəzi bu qida təhlükəsizliyidir, nə bilim, sanepidem stansiyadır. Hara baxırsınız siz? Gəlin bir şəhərdən bayıra çıxın, bir belə yerləri də yoxlayın, baxın, görün də burada nə tələbəylik baş verir də. Hə? Bilirsiniz, mənim əslində öz puluma həyfim gəlir. Mən o pulu əziyyətlə qazanıram. Yəni burada ətrafda görürəm ki, cəmaat məcburdur gəlib belə yerlərdə oturub çörək yesin. Çünki başqa bir şey yoxdur burada. Bu qədər qəlbdən qəlbə.